Hər vaxtınız xeyir əziz dinləyicilər. Şəbəkə Bədii İnformasiya proqramı efirdədir. Həmsöhbətiniz isə Rübabə Səməndərdir. Şəbəkənin bu sayında 1990-cı ilin 20 yanvarında baş verən qanlı faciədən 32 il ötür. Tarixçi alim, millət vəkili Musa Qasımlı və Azərbaycanın xalq artisti Cahangir Novruzov qanlı 20 yanvar faciəsi ilə bağlı düşüncələrini bölüşür proqramımızda. Filarmoniyada 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub. 20 yanvar qəhrəmanlıq və qürur günümüzdə adlı tədbir təşkil olunub. 20 yanvar şəhidlərinin xatirəsi İçəri şəhərdə də anılıb. Səhnədən Səngərə, Qazilər, Atəş Qarayev. Qarabağın İncisi adlı video çarx hazırlanıb. Mədəniyyət olayları. Siz Şəbəkə proqramını dinləyirsiniz. ...1990-cı ilin 20 yanvarında baş verən qanlı faciədən 32 il ötür. Hər il ümumxalq hüzn günü kimi qeyd edilən 20 yanvar Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini və bu yoldan dönməyəcəyini təcəssüm elətdirir. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSR Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşulların iri kontingentinin Bakını zəbt eləməsi xüsusi qəddarlıq və misli görünməyən vəhşilik ilə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunana qədər hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonrasa bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada və yanvarın 26-sında Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, eləcə də təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və Respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSR-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb. Yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib. 1990-cı ilin yanvar qurbanları rəmzi olaraq 20 yanvar şəhidi adlanır. Ümumilikdə Azərbaycanın 150 nəfər 20 yanvar şəhidi var. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-sində paytaxtın Azadlıq meydanında 20 yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüyüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak elədi. 1994-cü ilin 29 martında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı Milli Məclis səviyyəsində ilk dəfə hüquqi siyasi qiymət verildi. O vaxtdan 20 yanvar Azərbaycanda hər il ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-sində rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 yanvar faciəsi qurbanlarını ziyarət edirlər. Dünya ictimaiyyətinin diqqətini qanlı yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndələri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir. Azərbaycanın bütövlük və müstəqilliyi uğrunda həyatını qurban verən bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyirik. Onların ruhu qarşısında baş əyirik.
Seyran Cavadovanın həmsöhbəti tarixçi alim, millət vəkili Musa Qasımlı qanlı 20 yanvar faciəsi ilə bağlı düşüncələrini bölüşür proqramımızda. Gəlin dinləyək. Sovet rəhbərliyinin millətimizə qarşı törətdiyi ən ağır cinayətdir. Bu, həm tariximizdə qanlı səhifə, həm də dönüş anıdır. 20 yanvardan sonra Azərbaycan xalqı mərkəzlə yolunun bir olmadığı qənaətinə gəldi, müstəqilliyə doğru gedən yolunu genişlətdi. 1990-cı ilin yanvar ayında Azərbaycana, paytaxtı Bakıya təqribən 24 min nəfərlik Sovet qoşun hissələri yeridilmişdi. Bu qoşun hissələri yeridilməzdən əvvəl AzTV-nin enerji bloku partladıldı. Onun partladılmasında başlıca məqsəd ordu şəhərə yeridiləndən sonra törədilən qırğınlardan əhalinin xəbər tutmaması və eyni zamanda televiziya ilə xalqa birbaşa müraciət edilməsinin qarşısının alınması idi. 20 yanvarın ağır nəticələri oldu. İnsanlar Komünist Partiyası sıralarını tərk etdilər, SSR-nin ideoloji əsası dağıldı. Azərbaycan xalqı 40 gün şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq işləmədi. Fabrik zavodların çalışmaması vahid iqtisadi məkan olan SSR-ni dağıtdı. Ordu təhlükəsizlik qüvvələri insanlara atəş açmaqla SSR-nin əsasları dağılmış oldu. 20 yanvar hadisəsi baş verdikdən dərhal sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək briefing keçirdi. Törədilən hadisəni insanlığa, bəşəriyyətə qarşı zidd adlandırdı və onu törədənləri ittiham etdi. Amma o dövrdə Azərbaycan rəhbərliyi görünmədi. Bu, Azərbaycan xalqı tarixində utanc verici bir hadisə idi. 20 yanvardan sonra Azərbaycan rəhbəri qaçıb getdi. Eyni zamanda qeyri-formallar da xalqın arasına çıxmadılar. Baş verənlər böyük bir yolun başlanğıcı. 20 yanvar hadisəsinə qiymət Naxçıvan Muxtar Respublikası Ali Məclisində ikinci dəfə hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin təşəbbüsü ilə parlamentdə verildi. 20 yanvar şəhidləri 1918-ci il 31 mart qırğını qurbanlarının dəfn edildiyi yerdə dəfn olunub. Onlarla bərabər 1-ci Qarabağ müharibəsindəki şəhidlərimiz də dəfn olunub. Bizim hər birimiz üçün müqəddəs bir yerdir. Bugün 20 yanvar şəhidlərinin ruhu şaddır. Çünki torpaqlarımız işğaldan azad edilib, şəhidlərimizin uğrunda mübarizə apardıqları məsələlər həll edilib. O vaxt vətən övladları Ermənistanın hərbi təcavüzünün dayandırılmasını, tarixi torpaqlarından qovulan Azərbaycanlıların hüquqlarının müdafiə olunmasını tələb edirdilər. Bugün Azərbaycan öz torpaqlarını azad edib. 20 yanvardan alınası bir sıra ibrət dərsləri var. Ondan ibarətdir ki, dövlət daim güclü olmalıdır. Azərbaycan güclü dövlət və sabitlik şəraitində irəli gedib və dövlətə, xalqa qüdrətli dövlət xadimi rəhbərlik etməlidir. Millətimizin inkişafının, tərəqqisinin təməlində güclü dövlət xadimi, güclü dövlət rəhbəri amili dayanır. Şəbəkə davam edir. Sırada həftənin mədəniyyət olaylarıdır. Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub. Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə keçirilən tədbir faciənin 32-ci il dönümü münasibəti ilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində gerçəkləşib. Tədbir vətənpərvərlik ruhunda bəstələnmiş əsərlərin yer aldığı bədii kompozisiya ilə davam edib. Kompozisiya Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə təqdim olunub.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 2 nömrəli filialı Vaqif Mustafazadə adına mədəniyyət mərkəzinin əməkdaşları ilə birlikdə 20 yanvar Qəhrəmanlıq və Qürur Günümüzdür adlı tədbir keçirib. Tədbirdə 186 və 231 nömrəli tam orta məktəblərin şagirdləri və müəllimləri, Pirallar rayon icra hakimiyyətinin nümayəndəsi iştirak ediblər. Tədbirdə vurğulanıb ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Əksinə, xalq daha da mətinləşib və düşmənin gözünə dik baxıb. Kitabxana müdiri Zülfiyə Əliyeva tədbirdə çıxış eləyərək həmin müthiş gecədə həlak olan vətənin oğul və qızlarının Azərbaycanın tarixinə parlaq səhifə yazdığını, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdığını qeyd edib. Mərkəzin direktoru Ramin Məmmədov Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar faciəsini xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu qeyd edib. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi hər il Ümumxalq Hüzn Günü ilə əlaqədar müxtəlif layihələr reallaşdıraraq bu faciəvi hadisələri və şəhidlərimizi yad eləyir. O qanlı gecənin hadisələrini, Azərbaycan xalqının qəhrəmanlığını bir daha xatırlatmaq üçün İçərişəhərin Böyük Qala küçəsində, Qoşa Qala qapısı yaxınlığında ötən əsrin 90-cı illərinin üslubunda dekorasiya edilmiş bir ev maketi yerləşdirilib. Maketin interyerində həmin dövrə aid xırda elementlər, televizor monitorunda 20 yanvar hadisələrini 1990-cı ildə işıqlandıran xəbərlər, verilişlər və çıxışlardan yığılmış video çarx təqdim edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Səhnədən Səngərə Qazilər layihəsinin 6-cı buraxılışını təqdim edib. Layihənin buraxılışı Qazi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Atəş Qarayevə həsr olunub. Dünyanın ən mötəbər səhnələrini səngərə dəyişərək Vətən müharibəsinə könüllü yollanan Atəş Qarayevin savaşın ən qızğın günlərində də bir arzusu vardı. Şəhidlik zirvəsinə ucala bilməsə, qəhrəman oğullarımızın şücaətindən bəhs edən əsər ifa eləsin. Ağır döyüşlərin birində Atəşin dayısı oğlu da canını vətənə fəda eləyir. Bugün Atəş Qarayev sevdiyi sənəti ilə ölkəmizi yenidən təmsil eləyir. Vətənin azadlığı yolunda çiyin-çiyinə döyüşdüyü şəhidlərin əziz xatirəsini səhnədə də layiqincə yaşadır. Bakı şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 6 nömrəli filialının əməkdaşı Sədaqət Hacıyeva Azərbaycan Respublikasının prezidentinin 2022-ci ili Şuşa ilə elan etməsi ilə bağlı Qarabağın İncisi adlı video çarx təqdim edib. Video çarx kitabxananın sosial hesablarında təqdim edilib. Video çarxda qeyd edilib ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai siyasi həyatında müstəsna rol oynayıb. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər, yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir səlnaməmizə əlamətdar səhifələr yazıb. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümumilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlayan Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci ilin 8 mayında işğala məruz qalıb. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılıb. Haqq kişi naminə apardığımız 44 günlük vətən müharibəsində rəşadətli Azərbaycan ordusu Şuşa şəhərini 2020-ci ilin 8 noyabrında işğaldan azad edib.
Əziz dinləyicilər, şəbəkə ayrılan vaxt başa çatır. Xoş müjdəli, xeyir xəbərli sabahlar ümidi ilə ayrılırıq sizdən. Verilişimizin rejissoru Leyla Qarayeva, səs montajçısı Esmira Həsənova, müəllifi və aparıcısı Rübabə Səməndərdir. Sağ olun, sağlıqla qalın.